ki, sizin üçün o köpüklü evdə necə kofe hazırlayıram, heç bir aparat olmadan onu paylaşıram. Həmişə bu şüşə su qabından istifadə edirəm, ya da ki, heç bir qab olmadan çay qaşığı ilə yaxşı həmin qarışımı stəkan dibində yaxşıca qarışdırıram. Hansı qarışımdan söhbət gedir, əlbəttə paylaşacağam. Bu dəfə hər kəsdə bəlkə şüşə belə bir butulka yoxdur deyə belə bir boş plastik butulka ilə necə hazırladığımı göstərirəm. Öncəliklə butulkanın içərisinə 2 çay qaşığı, mən 2 çay qaşığı hər dəfə istifadə edirəm. Bu kofeni tökəcəm. Baxın, bir çay qaşığını tökdüm, indi ikinci çay qaşığına keçirəm. İkinci çay qaşığını da tökdüm. Bunu sizin üçün siz ayrı şəkildə görəsiniz deyirəm. İndi şəkər olaraq kakao şəkəri istifadə edirəm. Siz nə istəyirsiniz istifadə edə bilərsiniz. Bir çay qaşığı həmin qaşıqla da bir çay qaşığı kakao şəkəri əlavə edəcəm həmin qarışımın üzərinə. Niyə şəkər deyirəm? Çünki məhz həmin qarışımı köpükləndirən, kofenizi köpüklü edən məhz bu şəkərdir. Nə olursa olsun şəkər köpürdür. Və bunu da yenə qarışımın üzərinə əlavə edirəm. Buradan görünürsə artıq kakao şəkəri əlavə etdik. İndi soyuq su tökəcəm. Soyuq dəqiqə, yəni buz kimi soğumağına kifayət, yəni ehtiyac yoxdur. Soyuq 2 çay qaşığı həmin qaşıqla gördüyünüz kimi bu qarışımın üzərinə suyu əlavə edirəm və baxacağam, gərəkdirsə çox da olmaz ki, köpük kıvamını alındıra bilək. Bunun üzərinə hətta bircə çay qaşığı da əlavə edə bilərəm. 3 çay qaşığı. İndi bunun arasını bağlayıram. Bu gördüyünüz ki, qarışım var. Bunu yaxşıca çalxalayıram. Bilirsiniz, tam olaraq hansı ki köpüğün yaranmasına səbəb olan qarışım bütün butulkanın içərisi boyunca yayıldı. İndi nə edəcəm, göstərəcəm. Əlbəttə ki, bu qarışımın üzərinə qaynar suyla tökmək olar, amma istənilən plastik qab qaynar suyla təmas etsə, baxaq görək nə edəcək. Baxaq görək. Qarışımı siz hətta ev əhli üçün bir neçə qaşıq tökərək qarışımı hazırlayıb edə bilərsiniz. Hətta içərisinə buz töküb edənlər də var. Mən onu sevmirəm. Ümumiyyətlə buzlu heç bir içəcəyi sevmirəm. Demək olar ki, köpüğümüz hazırdır. İndi kənardan, həm mərkəzdən yox, kənardan bu şəkildə qaynar suyumuzu tökürük. İndi özünüz də görəcəksiniz. Və bu da bol köpüklü sizin kofeniz. Həm də ev şəraitində.